Ay. Elvin balamız məni buralara qədər gətirdi. Çox qəşəngdir bura. Yəni tam da deyə bilərdim ki, meşənin içidir də, biz yuxarı qalxdıq. Burada çay elə axır ki, şəlaləyə oxşuyur. Çox gözəldir. Həqiqətən. Havası. Ama elə bil biraz ağır havası var. Ya mən həyəcanlıyam elə. Hiss eləyirəm. Bu yuxarıya qalxır da. 100% buradan sel gələndə buradan gəlir. Yox, o zaman da yağış su axmır. Yağış su o tərəfdən axır. Bu çay buradan yerlərdən. Böyle mesela ben dün geceydi, oradan gördüğünüz gibi korkak sürüşmesi başlayıp bu yolu tertemiz bağlamış. Sen de halisi bir babası gibi gördüğünüz gibi. Bu ağaçlar zaranmışı bura aşır. Bu ikinci de bu başladı. Onu da çəkək. Yine güzeldi. Bir dənə bu zibil məsələsi olmaya da insanlar bu təbiəti, gözəl təbiəti belə çirkləndirməyə. İnsanlar da məcburdur da belə yerdə məsələn ora zibil atmağa. Gətirib bütün ahali zibil. Heç olmaya bir yerə atıp orada da nə bilim yandırıb falan. Gözəl.